Yaxşısı budur da xoş gördük. Bugün sizə yeni ildə bolluq enerjisini artırmağın yollarından bəhs edəcəyik. Əgər siz də onun formulu haqqında geniş məlumat almaq istəyirsinizsə, yaxşısı budur, diqqətiniz bizdə olsun. Bolluq enerjisi nədir? Hansı növləri var? Bolluq enerjisinin yüksəlməsi üçün ideal qaydalar nələrdir? Manifest nə deməkdir? Yoga və fitness niyə bolluq enerjisini artırır? Gözəl nitq qabiliyyətinə sahib olan insanlar bolluq enerjisini özlərinə necə cəlb edir? Məşhur qonağımız bolluq enerjisini daim yüksək saxlamaq üçün hansı qaydalara əməl edir? Bütün bu suallara cavab yaxşısı budur da. Bolluq enerjisi insanın həyatında həm maddi, həm mənəvi sahələrdə axıcı, rahat, davamlı artım yaradan yüksək vibrasiyalı daxili bir haldır. Bu, mistik ifadə kimi səslənsə də əslində psixologiya və insan davranışları ilə bağlıdır. Bir mənalı insan xoş niyyətli olmalıdır, xəsis olmamalıdır. Çünki biz nəyisə əldə etdiyimizdə onu bəzi hallarda görürük, insan güclə tutub saxlayır, sonra da itirir. Çünki hər bir insan vasitəçidir. Tanrı sənə ruzunu verir və istəyir ki, sən paylaşasan. Əgər sən onu paylaşmayanda səndən onu güclə alır. Müxtəlif yollarla ala bilər. Hətta insana xəstəlik verə bilər. Amma sən nə gözəl ki, onu özün xoş paylaşırsan, o sənin ruh yüksəliyi və kömək edir. İnsan enerji dolu olur. Kiminsə üzünü güldürəndə nə gözəl, yəni çox gözəl hisslər yaşayırıq biz. Mən öz həyat təcrübəmdən deyə bilərəm ki, həyatımda bolluğu necə artırmışam və bunu bizə baxan efirdəki insanlara da tövsiyə edirəm. Daima müsbət düşünsünlər və hər zaman insanın həyatda bir məqsədi olmalıdır. Məqsəd, plan çox önəmlidir. Əgər sənin bir məqsədin varsa, o məqsədə doğru daima inamlı addımlar atmalısan. Bu çox önəmlidir və insan atdığı inamlı addımlarda belə pozitiv düşünməlidir. Mənfi fikirlərə önəm verməmək, məsələn, kənardan bizə deyilə bilər ki, səndə alınmayacaq, sən bunu bacarmayacaqsan, edə bilməyəcəksən və yaxud da ki, o iş uğurlu bir iş deyil. Bu kimi deyimlərə heç bir zaman məhəl qoymadan insan inanaraq addım atmalıdır. Bu çox önəmlidir. Əgər ki, kimlərsə öz şəxsi həyatında və yaxud da işində, ailəsində, iş həyatında hər hansısa bir bolluğu artırmaq istəyirlərsə, mütləq şəkildə inamlı addımlar və ən önəmlisi həyatda məqsəd olmalıdır. Məqsədli, inamlı addımlar varsa, bu iş daima uğurlu ola bilər. Bolluq enerjisinin əsas bir neçə xüsusiyyəti var. Birincisi şükür və qədirbilənlikdir. Yəni, olanı görmək və dəyərləndirmək daxili enerjinizi yüksəldəcək. Beləliklə, kənardan bəxti gətirir kimi görünəcəksiniz. Əslində isə daxili enerjiniz müsbətə köklənəcək deyə bolluq enerjiniz də artacaq. İnsanın duası Allahına qarşı yalnız minnətdarlıq hissləri olmalıdır. Biz Tanrımıza deməməliyik, mənə filan şeyi gətir, nə bilim, filan yerdə yaşamaq istəyirəm və yaxud neysə. O çox gözəl bilir sənə nə lazımdır qədərində, nəyə layiqsan. Çünki Tanrı bizim hər hüceyrəmizin içindədir. Yəni o qədər o bizim duyğularımızı, hisslərimizi anlayır. Sadəcə olaraq gözlərimizi yumuruq və dua edirik ki, nə gözəl ki, sən mənə bu gözəl bədəni vermisən. Məni xəstəliklərlə sınama. Mən sənə söz verirəm ki, daha yaxşı olacağam, insanlara qarşı daha sayğılı olacağam. Çünki biz düşünməliyik ki, başqa insanı da həmən Tanrı yaradıb. Yəni, onlara qarşı sayğı, məhz Tanrıva qarşı sayğı deməkdir. Yalnız və yalnız minnətdarlıq hissləri, hər şeyə görə təşəkkür, nə varsa, qətiyyən narazıçılıq hisslərini biz dilimizə gətirməməliyik. Bugün məndə neysə alınmır, filan adamda neysə var, məndə yoxdur. O paxıllıqdır, o kindir. Tanrı o hissləri bəyənmir. Yəni o sənin daxilini hiss edir. Yəni dualarımız elə olmalıdır ki, bizim hətta gözlərimizdən yaş gəlməlidir. O qədər biz duyğularla dualar etməliyik hər bir şeyə görə, uşaqlarımıza görə, valideynlərimizə görə, işimizə görə.
Bolluq enerjisini artıran ən güclü amillərdən biri şükür gündəliyi tutmaqdır. Məsələn, hər gün ən azı 3 şeyə görə minnətdarlığınızı yaza bilərsiniz. Bundan başqa qıtlıq mahiyyəti daşıyan sözlərdən uzaq durmalısınız. Pul yoxdur, alınmaz kimi ifadələri işlətmək olmaz. Daim səliqəli və təmiz olmaqla da bolluq enerjisinin axıcılığı artır. Son olaraq, öz diləklərinə doğru məqsədyönlü hərəkət etmək vacibdir. Yəni, sadəcə istəmək yox, addım da atmaq lazımdır. Beynimiz, şuurumuz biraz uşaq kimidir. O, komfort zonasında yaşayır. O, hər zaman sənə deyir ki, ən rahat şeyi et, əşi etmə, nə edirsən, sabah edərsən. Amma əslində insan daha çox hərəkətdə olmalıdır. Hərəkət məhz enerjidən də olur. Necə, misal üçün, yerdə gördüyümüz daşda güc var. Amma biz o daşı götürüb atanda orada enerji yaranır. Həmçində insan. Tanrı çox sevir o insanları ki, onlar hər zaman hərəkətdədirlər. Məqsədli, hərəkətdədirlər, axtarışdadırlar. Hər zaman o insanlar müəyyən uğurlara çatırlar. Bolluq enerjisi insanın yetərli hissi ilə yaşaması, özünə, həyata və gələcəyə güvənməsi nəticəsində yaranan yüksək vibrasiyalı bir haldır. Həyatda həm maddi, həm mənəvi uğurları gətirir. Bizim şuurumuz o material düşüncəlidir. Misal üçün, əgər insan nə düşünürsə, o ola bilir. Öz düşüncələrimizlə çox ehtiyatlı olmalıyıq. Negativ düşünürüksə, biz onu həyata gətiririk. Çünki bizim şuuraltı o anlamır. Sən zarafat edirsən və yaxud sən ciddi deyirsən. Heç vaxtı biz deməməliyik ki, filan iş məndə alınmaz. Sən ora bir işarə ötürdün, sən ora enerji ötürdün və kainat, Tanrı o hər şey edəcək ki, o səndə alınmasın. Çünki sən onu istədin. Biz hər şeyi istəməliyik. Bir meditasiyanın ən böyük sirlərini sizə açım. Meditasiya zamanı biz otururuq, misal üçün, onu hər birimiz edə bilərik. 5 dəqiqə, 3 dəqiqə sadəcə olaraq gözlərini yum və həyatına nəyi gətirmək istəyirsənsə, bolluğu, hansısa bir material bir əşyanı və yaxud hansısa bir insanı, sadəcə olaraq onu düşünürsən, tam real olmuş hadisə kimi. Yəni, o hadisəni sən duyğularınla yaşayırsan. Əgər o material bir şeydirsə, sən ona toxunursan, sən onun iyini hiss edirsən, o halda Tanrı başlayır bizim həyatımıza müəyyən reallıqlar çıxarmağa. Mən nəyə görə hər zaman deyirəm, insanlar ən birinci növbədə insanlara qarşı sayğılı olmalıdırlar. Onlara qarşı hörmətlə yanaşmalıdırlar, sevgi ilə. Çünki bizim reallığımızı, həyatımızı Allah dəyişmək istəyəndə, o bizim qarşımıza insanlar çıxardır. Və o insanlarla biz nəysə bir iş görə bilərik, layihə görə bilərik və baxırıq ki, bu günləri heç tanınmayan insan sabahları başqa bir yerdədir, başqa pillədədir. İnsanların vasitəsilə qalxdı. Bolluq deyərkən biz təkcə təbii ki, burada maddi bolluğu nəzərdə tutmuruq. Sevgi də ola bilər və yaxud da ki, hörmət, dəyər də bunlara daxil olunur. Ümumiyyətlə, insan hər zaman paylaşmaq bacarmalıdır. Əgər bir insan həyatında sevgini, hörməti, dəyəri, olsun ki, balaca bir öz tikəsini belə paylaşa bilirsə, o insanın həyatında daima bolluqlar olacaq. Yəni, həyatında artım olacaq. Məsələn, mən nə edirəm? Mən daima insanlara xoş söz deməyi sevirəm. Çünki nə qədər xoş söz desəm, o qədər də o mənə xoş söz olaraq geri qayıdacaq. Biz çünki müsbət enerji ötürdüyümüz zaman, sabahsı günü bunu daha böyük bir müsbət enerjiyə geri ala bilərik. Bu çox önəmlidir. Yəni ki, məsələn, bir insana xoş söz deməklə bizim nəyimsə əksilməyəcək, tam əksə daha da artacaq. Daima ətrafımızdakılara xoş aura saçmalıyıq ki, həyatımızda da bolluqlar artsın. Yaxşısı budur. İşimiz həyatda bilməli olduğumuz vacib məqamlara aydınlıq gətirməkdir. Həyatımda hər şey mənim xeyrimə işləyir. Pul, imkanlar və yaxşılıqlar mənə asanlıqla axır. Hər gün daha çox inkişaf edirəm. Həyatımda heç nə qıt deyil, hər şey kifayət qədərdir. Kainat mənim tərəfimdədir. Həyatıma gələn hər fürsət üçün şükür edirəm. Bu manifesti yavaş və inamla oxu. Oxuyandan sonra 10 saniyə sakit dur, nəfəsini dinlə. Beləliklə, həyatında olacaq gözəl dəyişikliklərə özünü hazırlamış olacaqsan.
daima müsbət fikirli olan, həyatına belə deyim, uğur qatacaq bir fikirləri, bir məqsədləri manifestləmək çox önəmlidir. Əgər bir insan nəyisə almaq istəyirsə, ona mütləq toxunmalıdır. Məsələn, telefon olsun. Ola bilər insan yeni bir telefon almaq istəyir, telefonu dəyişmək istəyir. Gedib o yeni alacağı telefona toxunub özünkü kimi hiss etməlidir ki, o bilsin ki, o necə bir hissdir, o hissi başa düşməsi üçün. Ona görə o avtomobildir və yaxud da yeni ev almaq istəyirsən, gedib evə baxmaqdır. Mütləq şəkildə onu görüb canlı şəkildə sən onu hiss etməlisən və manifestləmək bunun üçün çox yaxşıdır və hər kəsə tövsiyə edirəm ki, əgər hər hansıda bir nələrsə, yeniliklər etmək istəyirlərsə, həyatlarında bolluğu artırmaq istəyirlərsə, manifestləsinlər. Bu çox yaxşı texnikadır. Qədim şərq fəlsəfəsində askezalardan istifadə olunub. Bu nə deməkdir? Askeza insanın müəyyən müddət və ya uzun müddətli özünə məhdudiyyətlər qoyması, yəni nizam-intizama salmasıdır. Məqsəd daxili gücü artırmaq, iradəni möhkəmləndirməkdir. Bu anlayış müasir psixologiyada da mövcuddur. Askeza İslamda tövbə tərcümə olunur. Yəni tövbə yalnız içkiyə və yaxud alkoqolə olmamalıdır. Mən əgər bu günləri yalan danışıramsa, mən götürüb bir vərəqdə yaza bilərəm ki, mən bu gündən filankes 21 gün ərzində yalan danışmayacağam. İmzalayıram, orada bəli, möhürləyirəm və onu çalışıram edim. Və yaxud mən çox meylliyəm şirniyyata. Biz bilirik ki, şirniyyat o şəkər insanın bədənində zəhər effekti göstərir, insanı məhv edir. Yalnız sürətli adrenalin verdiyi üçün insanlar meylli olur. Kofe də o sıradadır. Məndə belə bir tövbə var. Mən bir neçə ay bundan öncə yazdım ki, mən bir il ərzində özümə yeni əşya almayacağam, yəni paltar almayacağam. Çünki evdə o qədər giyirəsi şeylər var. Mən inanıram ki, məni dinləyən hər bir insanın evində o qədər paltarlar var ki, bəlkə də etiketlər üstündə asılıb. Amma bizi elə alışdırıblar, biz yenidən və yenidən nəyisə almaq istəyirik. Sadə dildə desək, askeza mən özümə sahibəm, vərdişlərim mənə sahib deyil mənasını verir. Yaxşısı budur, bu dəfəki məşhur qonaq rubrikasında əməkdar artistimiz öz enerjisi ilə daim işıq saçan Ədalət Şükürovdur qonağım. Çox sağ olun, mən də sizi xoş gördüm və çox sağ olun ki, yenidən məni öz verilişimizə çağırmışsınız. Bu günləri bol enerjinizlə həm söhbətimsizsiz. Mövzumuz da elə bolluq enerjisidir. Ədalət Şükürova görə bolluq enerjisi deyəndə ilk ağlına nə gəlir? Bilirsiniz, kimsə sizin əhval-ruhiyyə bizi korlaya bilər. Bəli. Ona baxmayaraq özünüzü bacardığınız qədər saxlaya bilsəz, o enerjini, ötürdüyü enerjini qəbul eləməsəz, sizdə bədəndə də o stabil qalacaq. Qəbul eləsəz, sizin də əhval-ruhiyyəniz yaxşı olmayacaq. Əsas sağlamlıqdır. Adam xəstə olmayanda problemləri olmur. İnsan xəstələnəndə bütün hər şey yaddan çıxır və bu olur problem nömrə 1. Ona görə də sağlamlıqdan çox şey asılıdır. Çox gözəl vurğuladınız. Ümumiyyətlə deyilənə görə bu mənim yox, mütəxəssislərin fikridir. Bolluq enerjisini artırmaq üçün bu tək yəni maddi dünyanı nəzərdə tutulmur. Bu sevgi də ola bilər, dostluq da ola bilər. Yəni hər birinin bolluğu deyək də bizim həyatımızda. Onu əldə etmək üçün insan daim hərəkətdə, daim aktiv həyatda olmalıdır. Mən bildiyim qədərilə siz daim idmandasınız, yəni heç bir şey buna mane olmur. Bu sizcə necə təsir eləyir sizin həyatınıza? Mənim deyəndə əslində mənim dostlarım deyir ki, sənin o qoyduqların videolar bizə çox təsir eləyir. Bizə bir stimul verir. Mən şadam ki, doğrudan da dünən də oturmuşduq, dostlarım deyir ki, biz baxırıq, bizə də bir deyirəm, bəs niyə getmirsiniz? Çox gözəl sualdır. Niyə getmirsiniz? Bəli, ona görə də mən də özüm də kimdənsə bu stimulu almışam ki, axır belə qərara gəldim ki, artıq gərək özündən narahat olasan və insanın özünə dəyər verəsən. Bəli, insanın mədəniyyəti, almanlar deyir, insanın bədəninin mədəniyyətindən başlayır. Əgər insan özünə hörmət eləyirsə,
İnsan orqanizmi də ona çox böyük hörmətlə yanaşacaq. Bəli, və ətraf da ona hörmət eləyəcək, Bəli, bolluq da onun üzərinə axacaq. Bəli, bəli. Necə ki, Ədalət Şükürov bunu bacarır. Bəli. Bolluq enerjini verən ola bilər mənim tamaşaçılarım, mənim dinləyicilərim, mənim işim. Hərdən bilirsiniz necə, mən öz mahnıma qulaq asıb özüm kövrəlirəm. Deməli, mən nəyəsə layiqəm və biz incəsənət adamları səhnədə olanda, insanlardan o energiyanı alanda biz da belə deyək də ürəklə ifa edirik mahnılar. Belə başa düşürəm ki, bu elə sırf sizin oxuduğunuz mahnılardan gələn enerjiyə görədir ki, insanlar da onun qarşılığını verir sizə. Bolluq enerjisinin bol olmasını arzu edirəm. Çox sağ olun. Mən də bizim tamaşaçılara, hər bir kəsə arzu edirəm ki, bacardığınız qədər o enerjini özünüzdə tənzimləyin və enerjinizi özünüzdən alın. Şərq fəlsəfəsində yoga ilə məşğul olan insanlarda intuitiv qərar vermə gücü, balanslı düşünmə artdığı üçün həyatına da firavanlıq axmağa başlayır. Dolayısıyla yoga ilə məşğul olan insanlar daim hərəkət etdikləri üçün bolluğun əsas düşməni olan stressdən uzaq olurlar. Bilin ki, bolluğa gedən yol aydın düşüncədədir. Yoga beynin dumanını dağıdır, diqqəti gücləndirir. Həmçinin bolluq enerjisi yalnız özünə dəyərli hiss edən insana gəlir. Nəzərə alaq ki, yoga ilə məşğul olan insanda özünə hörmət, sevgi və daxili dirənc kimi hisslər güclənir. Əlbəttə ki, biz öz bədənimizlə məşğul oluruqsa, misal üçün sağlamlığın bolluğu nə gözəl. Yəni insan əgər özünə diqqət edirsə, onun fiziki hərəkətləridir, misal üçün yoga ilə məşğul olursa, elə bədəni hansısa bir problem, xəstəlik və yaxud depressiyadır, nəsə şuuri problemlərdir, onlar yaxın gələ bilmirlər. Çünki qan dövranı hər zaman aktivdir, insan tonusdadır, insan xoşbaxtdır və sözsüz elə insanlarla ünsiyyətdə olmaq istəyirlər, onlara iş təklifləri gəlir, onlara gözəl təkliflər gəlir, layihələr gəlir. Çünki onlar artıq açıqdırlar kainata qarşı, Tanrıya qarşı və Tanrı onu sevir, mükafatlandırır. Məndə Hatha yoqadır, o fiziki yoqadır. Yəni, orada əməlli başlı sən tərləyirsən. İnsan tərləyəndə bədənində olan o negativ enerji, misal üçün bizdə deyirlər ki, göz dəydi də, göz nəzər el dilində. Həqiqətən o şey var. Göz negativ, qarşında olan insanın enerjisidir. Əgər o insanın daxili qaradırsa, pis düşüncəlidir də, belə deyək, paxıldır. O sənə baxışları ilə və yaxud sözləri ilə və əlləri ilə o enerjini ötürə bilər. Və axırda biz günün sonu özümüzü çox ağır hiss edirik. İndi düşünün, bu bir gün ərzində belə bir hal baş verirsə, bir il ərzində bizim bədənimiz nə qədər negativ yığır. Və o həyəcanı biz artıq bədənimizdə daşıyırıq. Çünki bədən dili var, bədən öz aktivliyi ilə onu göstərir. Bədən başlayır, belə qıc olur, müəyyən ağrılar baş verə bilər, narahat oluruq. Amma yoga zamanı biz bütün bu negativ enerjini tərlə, bədəndən çıxardırıq. Əşi, yox, yoga mənlik deyil deyənlərdənsinizsə, o zaman fitnesslə məşğul ola bilərsiniz və ya başqa idman növləri. Çünki ümumiyyətlə idmanla məşğul olan insanlarda bolluq enerjisinin əksi olan tənbəllik bloklanır. Fitness sözü özü bir məsuliyyət deməkdir. Ümumiyyətlə, fitnesslə məşğul olan insan, formada olan insan, geyim geyinirsə, bu özü ona bir xoşbəxtlik yaradır. Həqiqətən də fitnesslə məşğul olan ən çox xanım var. Xanımlarda bugünkü gündə problem nədir? Hər hansısa toya gedir, şadlığa gedir. Əgər geyim buna pis oturursa, qarın varsa, o psixoloji problemdir. Onu bildirməsə də bu içində keçirir o problemi. Qaldı ki, bəziləri mən eşidirəm ki, deyir, mən fitnesslə məşğul olanda, yəni bir növ elə bil ki, özümü ağır hiss edirəm və s. Mən onlara demək istəyərdim ki, siz həftədə 3 dəfə
Yəni fitnesslə məşğulum, 3 dəfə də pilateslə məşğulum. Ən çox da insanların çoxusu yoga niyə üstünlük verir ki, psixoloji. Psixoloji həqiqətən də yoga insana kömək edir. Amma ki, yenə deyirəm ki, fitnesslə pilatesi bir anda eləsəz, inanın ki, çox gözəl olur. İnsan elastik olur. Mən misal üçün fitnesslə məşğul olam, mən gedib futbol oynaya bilmərəm. Getsəm travmam olacaq, çünki elastikliyim yoxdur və yaxud güləşlə məşğul ola bilmərəm, çünki elastikliyim yoxdur. Ona görə mən pilateslə məşğul olanda mən elastik oluram. İnsan özünü çox rahat hiss edir. Yəni bir daha söyləyirəm ki, insanda əsas nədir? İnsanda o qədər enerji var ki, insanda onu sərf eləyə bilmir. Ya lazımsız yerlərə sərf edir. Ona görə mütləq şəkildədir ki, belə ümumi götürəndə fərq eləmir. Hər bir idman gözəldir. Həqiqətən də əsas odur məşq eləyəsən. Amma qaldı ki, o deyirlər ki, fitness mənə ağırlıq verir. Eyni anda pilateslə məşğul olanda inanın ki, çox gözəl olur. İnsanlar hər nə deyirsən ancaq maddiyyat və s. xeyr, amma sən elə idmanla məşğul olarsan, o qədər səndə enerji alarsan, o idman zalında fərq eləmir idmanla. İnsan özünü çox gözəl, yəni əks tərəfdən də sən enerji ala bilərsən. İnanın ki, kənardan elə bir şəxs sənə elə bir söz deyə tərif yağdırar ki, formadasan, sən yeməyə fikir verirsən. İndi insanda özünə güvən artır. Budur. Bunlar olandan sonra inanırsınız ki, maddiyyat öz axarını tapır. Yəni belə, əsas budur. Bir daha söyləyirəm ki, çalışın, sağlamlığınızı qoruyun, özünüzə dəyər verin. Son olaraq qeyd edək ki, yaxşı danışıq qabiliyyəti də birbaşa bolluq enerjisini artırır. Çünki niyyət və özünü düzgün ifadə etmək bolluğun əsas açarıdır. Bir insan bolluğu artırmaq istəyirsə, atdığı addımı inamla, güvənərək atmalıdır. Əgər ki, insanda hər hansısa bir danışığında problem yaranarsa, o atanda o addımı inamla ata bilməyəcək. Çünki özünü ifadə etməkdə çətinlik yaşayacaq bu kimi insanlar. Məsələn, kəkələyən bir şəxs əsasən danışıqdan qaçır ki, mən kəkələyərəm, mənə gülərlər və yaxud da ki, mən kəkələyərəm, özümü rahat şəkildə ifadə edə bilmərəm. Ona görə də inamla addım atmağına maneə törədir. Əgər ki, hər hansısa bir insanın səs tələffüz pozuntusu varsa, kəkələməsi və yaxud da nitqində maneələr törədəcək hər hansısa bir fəsadları varsa, bununla bağlı mütləq şəkildə loqopedlərə müraciət etməlidirlər ki, həyatlarında da bolluğu artıra bilsinlər deyə. Əgər biz bir liderlik deyiriksə, liderliyi təmsil edən şəxs isə mütləq şəkildə ilk növbədə özündəki mənfilərdən başlamalıdır. Məsələn, mən bir sahibkar olaraq artıq 7 ildən çoxdur ki, kiçik sahibkar olaraq fəaliyyət göstərirəm və sahibkar olduğum halda çalışmışam ki, hər zaman öz komanda üzvlərimə nümunə olum. Bir komanda üzvümə nümunə ola bilmirəmsə, necə sahibkar ola bilərəm, necə lider ola bilərəm? Bu da böyük bir sualdır. Ona görə də hər bir liderlər ilk növbədə özlərindəki natamamlıqları korreksiya etməlidirlər, özlərində işləməlidirlər və mütləq şəkildə bir lider daima pozitiv tərəfdən danışmalıdır. Düzdür, reallığı görməlidir, əks etdirməlidir, bu başqa məsələ. Lakin daima pozitiv danışıqlara, müsbət fikirlərə üstünlük verməlidir. Unutmayın, kainat özünü gizlədən, utanıb susan insana yox, özünü ifadə edənə reaksiya verir. İnandırıcı, aydın və təsirli danışıq vacibdir. Bizim ümumiyyətlə danışıqlarımız, istifadə etdiyimiz sözlər və yaxud da ki, hər hansısa bir kəlmələr belə bizim gələcəyimizə çox böyük təsir edə bilər. Məsələn, bir çox insanlar çox zaman deyir ki, mən bəxtəvər deyiləm, mən bədbəxtəm və yaxud da ki, mənim onsuz ki, bəxtim gətirməyibdir. Bu kimi ifadələr belə bizim həyatımıza daima mənfi təsirlər göstərə bilir. Ona görə daima dediyimiz sözlərə diqqət yetirməliyik, pozitiv sözlər istifadə etməliyik. Yoxdur, olmaz, edə bilmərəm, bacara bilmərəm, mənim onsuz da ki, bəxtim gətirmir. Bu kimi ifadələrə heç bir zaman yol verməməliyik. Artıq bildik ki, mərhəmət, sevgi və şükür bolluğu ən sürətli aktivləşdirən emosiyalardır. Bolluq enerjisi sehir deyil, düşüncə, söz, emosiya və bədən dilini idarə etməyin kombinasiyasıdır. Bütün sadaladıqlarımıza əməl etsəz, həyatınıza yeni imkanlar, yaxşı insanlar, rahatlıq və maddi axıcılıq bəxş olunacaq. Bolluq enerjisi haqqında ümumiyyətcə biz deyəndə yalnız maddi bolluq insanın düşüncəsinə gəlir. Bu normal haldır, çünki insanların demək olar ki, fikirlərinin bəlkə də 90%-i yalnız necə qazanım, necə əldə edim, daha çox olsun. Biz qaçışdayıq, hər zaman
nələrisə daha çox əldə etmək istəyirik. Hətta çox vaxtı biraz patologiya halına çevrilir. Bəzi insanlar onlar nələrisə itirəndə intihar edirlər. Çünki düşünürlər ki, mən statusumu itirdim, adımı itirdim. Yəni o dərəcədə problemlər yarada bilər. Biz ümumiyyətcə heç nəyə bağlı olmamalıyıq. Çünki hər bir varlığı, hər bir bolluğu Tanrı verir, istəyəndə ala bilər. Yəni biraz daha fəlsəfəli yanaşmalıyıq. Unutmayın, etdiyiniz hər yaxşı niyyət kainatın sizə geri göndərdiyi bolluq toxumu olacaq. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik.